ifadədə x vurğunu kökün daxilində yazmalıyıq. Gəlin ilk növbədə x-in işarəsini təyin edək. Biz bilirik ki, cüt dərəcədən kök altı ifadənin daxilində mənfi ədəd yazmaq olmaz. Biz görürük ki, burada mənfi x yazılıb. Əgər x müsbət ədəd olsa, qarşısına mənfi yazanda burada mənfi ədəd alınmış olar. Və dedik ki, mənfi ədəd yazmaq olmaz. Beləliklə biz tapdıq ki, x özü mənfi ədəddir. Qarşıda da bir mənfi olduğu üçün nəticədə müsbət ədədə çevrilib. Beləliklə tapdıq ki, x mənfi ədəddir. İndi isə x ədədini cüt dərəcədən kök altı ifadənin daxilində yazmalıyıq. Hər hansı bir vurğu kökün daxilinə salarkən, vurğu kökün dərəcəsinə uyğun olaraq qüvvətə yüksəltməliyik. Burada ikinci dərəcədən söhbət gedir. Biz x-i kvadrata yüksəltməliyik. Ona görə kökün altında yazıram ki, x kvadratı vurulsun mənfi x. Və biz baxmalıyıq ki, burada qarşıda x var idi. X-in özü də mənfi ədəd idi. Yəni, bu ifadəyə ümumi baxanda işarəsi mənfi olan bir ədədə bərabər olacaq. Lakin bizim yazdığımız ifadədə isə sadəcə kökün altındadır. Cüt dərəcədən kökün altındadır. Bu da dedik ki, cavabı mənfi ola bilməz. Ona görə də qaydaya uyğun olaraq qarşıya bir dənə də mənfini biz yazmalıyıq. Və son olaraq alınır ki, mənfi, kökün altına mənfi, dərəcə 1-dir. Üstlər toplanır, x kubu ifadəsi alınır.